Salam. 2024 il. Ivanovka kendi. İsmaili rayonu, Azərbaycan. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Qarabağ müharibəsində Ivanovka kendi 3 şəhid verib. Əsgərov Arif, Şirinov Etibar və Belakov Vasili. Şirinov Etibarın əbədi xatirəsinə lövhə qoyulmuşdur. Amma niyəsə görə Əsgərov Arif və Belakov Vasilinin xatirəsi əbədələşdirilməyib. Yəqin pul çatmayıb. Nikitin adına kolxozun üzüm bağları hal-hazırda bu vəziyyətdədir. Bu bağın 1 hektardan 15 ton üzüm yığılırdı. Kolxozun arxivində statistika var. Bu parkda ağaçları şəxsi yanğın doldurma məntəqəsinin tikilməsi üçün kəsmişlər, hasarı sındırmışlar. Ivanovka kənd sakini Yadıgin Boris Nikolayeviç siyasında bu qanunsuzluq dayandırılmışdır. Bu üzüm məşhur mədrəsə sortudur. Onun şirinliyi 21%-dan çox olanda yığırdılar. Görün nə qalıb. Bu yolu, bu sınmış hasarı qəsdən belə hala salıblar ki, Ivanovka sakinlərinin əmlak payını rahatlıqla uğurlayıb çıxara bilsinlər. Bu çuxurlar silos üçündür. Cəmi 14 silos çuxuru var. Böyükləri 4,5 min kubdur. 4 bir tərəfi beton plitələrlə qoyulmuşdur. Bu plitələri də çıxararaq satmışdılar. Boş, Allahla bitmiş yem saxlama navesləri. Hal-hazırda mal saxlama tövlələrində bütün avadanlıqlar bilərəkdən sökülərək satılıb. Silosun yüklənməsi üçün platforma. Burada yük maşınları üçün tərəzi var idi. Orada qalan silos çuxurlarıdır. Yem hazırlanması üçün naves, karmatseh. Burada 4 smesitel, 6 transportör, 2 saman kəsən, 6 buxur qazanları var idi. Səhərdən axşama saat 6-dan 5-ə kimi işləyirdilər. Sutka ərzində 600-700 ədəd bəlin, 6 tona yaxın yem sərfiyyat olunurdu. Bu, ot və silosdan əlavə idi. Bu, mal fermasının özüdür. İsmaili rayonu, Ivanovka kəndi. Nikitin adına kolxoz. 1981-ci ildə ümumilli liderimiz Əliyev Heydar Əlirzaoğlu Ivanovka kəndinə gələndə şəxsən özü qırmızı əmək bayrağı ordeni ilə təltif etmişdir. Yerli muzeydə şəkillər var. Həmin ildə kolxozun sədri Nikitin Nikolay Vasilyeviç sosialist əməyi qəhrəmanı qızıl ulduzu ilə təltif olunur.
Burada 3500'e yakın inek var idi. Bağlı tövleler de yer çatmadığından malgaranın bir hissesi açık yerlerde saklanılırdı. Bir vaxt bura malqara ilə dolu idi. Hamısı talan olundu. Bu süt emalı zavodudur. Fermada 600'e yakın sağılan mal var idi. Sutka ərzində 10 tana yaxın süt emal olundu. Kimin şübhəsi varsa, arxivdə statistika var. Böyük zal. Demək olar ki, boşdur. Bu süt qablaşdırılma xəttindən qalan avadanlıq. Bu xəttə pasterizator və homogenizator da əlavə olundu. O da yoxdur. Mən sadəcə burada hesab edirəm. 4 konteyner var idi. Hərəsi 4 ton, 800 kilogramlıq yağ çalxalayan, 2 tonluq süt soyutma çanı, qızdırıcı çan. Bütün bu avadanlıqlar paslamayan dəmirdən idi, nержавейка. Hal-hazırda süt ev separatoru ilə emal olunur. Bu otaqda sütün soyudulub saxlanılması üçün 2 böyük həcmi tank termos çənləri var idi. Bu çənlərdən qalan paslamayan boru və pəncərənin altında olan delik deşiklər. Zavodun arxa tərəfi. Hazır məhsulun saxlanılması üçün podval soyuducu. Bütün bu qanunsuzluq bizim hörmətli prezidentimiz İlham Aliyevdən gizlədilir. Bu günə kimi marağında olan məmurlar deyirlər ki, kolxoz yaxşıdır. Çünki onlar əhalinin torpaq payı sənədlərini vermək istəmirlər. Burada insanları sadəcə atıblar. Maşanın yerində böyük ticarət mərkəzlərində olduğu kimi güclü elektrogenerator və sütün tez soyulması üçün chiller var idi. Bütün saydığım sanayi avadanlıqları bilərəkdən satılmışdır. Mühasibət təmizlənmiş. Adı olub özü olmayan kolxoz bugündədir. Təsdiq üçün bir necə fotoşəkil təqdim edirəm. Burada arxa tərəfdə sütün soyudulması və saxlanılması üçün 2 tonluq tank termoslar. 800 kilogramlıq yağ emalı çanı bizim işçinin arxa tərəfində yerləşir. Arxa planda 4 tonluq süt saxlama çənləri görünür. Sol əl tərəfdə qızdırıcı çən. Daha bir 2 tonluq termos çan
Kapının arkasında 4 tonluq çən. Artıq bunlar da yoxdur. Выходи. Доброе утро. Сколько литров, какой коровник? Корова. 10 литров, наверное, 10. Ну вот мы ставь на весы, сейчас мы посмотрим. Вот, пожалуйста. 13 литров. 13 литров. Это второй коровник. Это, пожалуйста. Это первый коровник. Вот, пожалуйста. Как вы просили, по фактам, вот вам факты. Это маслопром. Вот этот сепаратор уже не работает 1,5 года. Я на колхозном предприятии должна работать своими собственными. Вот это вот мои собственные. Вот все молоко, которое я имею в колхозе. Вот одно, вот второе.